Aparıcı Aytən Səfərova Azaldan şikayət edib. Aparıcı Naxçıvana getdiyini, biletlərin baha olduğunu deyib. İnsanların Azal təyyarəsindən başqa çarəsi yoxdur. Quru sərhədlər bağlıdır. Bakıdan Naxçıvana Azal təyyarəsi ilə uçduq və qaydanda da eyni yolla qayıtdıq. Əvvəllər bir bilet 50 manat idi. Üstəlik 1 saatlıq uçuş zamanı bir su və bulka verirdilər. İndi bilet 60 manatdır. Artıq şirə və bulkanı yığışdırıblar. İçərisində ağ, ərpə oxşar maddələrlə zəngin su paylayırlar. Aydındır ki, bir böyük sərnişin üçün o bulka heç nədir. Çoxumuz yemirdik də, amma zənnimcə milli aviadaşıyıcı 110-120 sərnişin arasında olan bir neçə balacanı necəsə sevindirdisə, müflisləşməz. Onsuz da Naxçıvan cəmaatının Azalı seçməkdən başqa çarəsi yoxdur, məcburdur. Hər dəfə də ümid eləyir ki, alternativ yollar seçim olacaq, amma hələ ki yoxdur.